Salam müəllimlər, axşamınız xeyir olsun. Mən bu gün MİQ və sertifikasiya bağça imtahanına hazırlaşan müəllimlər üçün mövzu 30 Friedrich Frebel'dən danışacağam. Mövzumuz çox maraqlı, eyni zamanda yadda qalan mövzudur. Vaxt itirmədən keçid eləyək mövzumuza. Demək, Frebel 19-cu əsrdə yaşamış görkəmli Alman pedaqoqudur. Frebelin məktəbəqədər tərbiyə sahəsindəki fəaliyyəti Almaniyanın hüdudlarından kənara çıxmış və ona böyük şöhrət qazandırmışdı. Onun dostu Borno yazırdı ki, 3-7 yaşlı uşaqların tərbiyəsi məsələsi məni düşündürür. Bu müəssisədə uşağı oxutmaq lazım deyil. Burada uşaqları tərbiyə və inkişaf etdirmək lazımdır. Friedrich Frebel ilk uşaq müəssisəsi olan uşaqlarda və yeniyetmələrdə yaradıcı fəaliyyəti inkişaf etdirən müəssisə açır və uşaqların üçün yaşayaq devizi ilə bazar günü vərəqəsini buraxır. Onun ilk uşaq bağçası 1837-ci ildə açılır. Amma onu adlandırmaq 1840-cı ildə öz müəssisəsini uşaq bağçası adlandırır. Yəni 37-ci ildə açılır, 40-cı ildə adlandırılır. 1843-cü ildə isə Ana layləsi əsərini yazır. 1850-ci ildə Friedrich Frebelin Həftəliyi adlı əsərini buraxır. Friedrich Frebel yəni ömrünün sonuna qədər Marienthal şəhərində yaşayır. Orada bağça açmaq istəyir, yəni hətta bağça açır, lakin həmin bağça yəni tezliklə bağlanır. Buna səbəb isə onun bağçası ateizmdə, dövlət siyasətinə zidd olmaqda təqsirləndirilir. Ona görə də açdığı bağça yəni bağlanır. Daha sonra onun 1852-ci ildə Marienthal şəhərində vəfat edir və onun məzarı üstünə uşaqlarımız üçün yaşayaq devizi yazılır. Eyni zamanda onun 6 dənə hədiyyəsi var ki, onun məzarının üstünə həmin 6 hədiyyənin rəsmi çəkilir. Həm yəni hədiyyələrin rəsmi, eyni zamanda da şüarı yazılır. Daha sonra o belə deyək, vəfat etdikdən sonra, yəni onunla bağlı, onun nəzdində müxtəlif ölkələrdə, Almaniyada, İngiltərədə, Fransada, Rusiyada uşaq bağçaları açılır. Yəni bir növ Frebeldən qaynaqlanır və onun kimi yəni bağçalar açılmağa başlayır. Bir növ yəni əsası Frebeldən qaynaqlanır və artıq onun ölümündən sonra bir sıra yerlərdə yəni onun nüfuzu daha da artır. Onunla bağlı bağçaların açılması və onun fəaliyyəti daha da işıqlandırılır. Friedrich Frebel hər zaman qadınları yüksək tutmuş və onlar üçün hər cür şərait yaratmışdı. Belə ki, o Frebel kursları açır. Daha sonra qadınlar üçün müxtəlif kurslar açır ki, bu kursların əsas məqsədi yəni tərbiyəçilərin, yəni müəllimlərin özünü inkişaf etdirməsi, onların özlərinə yatırım etməsi ilə bağlıdır. Yəni o qeyd edir ki, bağban ağaclara qulluq elədiyi kimi, tərbiyəçilər də uşaqlara qulluq eləyir. Necə ki, bağban ağacların bəhrəsini görür, yəni barını görür. Eyni zamanda tərbiyəçi də öz yəni yetişdirdiyi uşaqların uğurlarını görür. Yəni bir növ tərbiyəçini, yəni bağbana bənzədir. Daha sonra Frebel eyni zamanda bir sıra pedaqoqlardan da faydalanmışdı. Məsələn, Pestalozki, Kamenski onların ideyalarından faydalanmış. Yəni bağçasının açılmasında onların da çox böyük rol olmuşdu. Daha sonra burada yəni tərbiyəçiləri hazırlamaqla bağlı kurslar qeyd edir, bayaq qeyd elədiyim. Və gələk nəyə? Gələk əsas məsələ Friedrich Frebelin hədiyyələrinə. Onun 6 dənə hədiyyəsi var. Birinci hədiyyə rəngli topdur ki, o top yəni uşağın körpəlik çağından gənclik çağına qədər məsləhət görür ki, qeyd edir ki, uşaq yəni həmişə topla oynayır. Top hissələrə bölünmür, bölünsə mənasını itirər. Top hər tərəfdən qapalıdır və bütövdür. Uşaq kiçik yaşlarında əşyanı bütöv halda görmək, onu əlinə götürmək istəyir. Biz küçədə həyatda iri topla iki əlli əlinə götürüb qucağına sıxan uşağın necə sevindiyini görürük. Daha sonra burada əsas məsələlərdən biri də topun, yəni uşaq topla oynayan zamanı onun inkişaf etməsidir. Qeyd edir ki, uşaq həm görməsi,
Yəni uşaq əşyanı özü görür, daha sonra məkan və zaman qavrayışı inkişaf edir. Yəni həm görməsi, həmçinin də məkan və zaman qavrayışının inkişaf etməsini qeyd edir ki, yəni bu da yəni uşağı yəni inkişaf etdirən məqamlardan biridir. Eyni zamanda topla bağlı mahnıları var. Toplu havada oyun, rəngli top, qaytanlı top. Bu da yəni Friedrich Frebel'in oyunları hesab olunur. Yəni bunu da yadda saxlayın, çünki testlərdə düşə bilər. İkinci hədiyyə isə ağac atlığa bərkidilmiş kürə, kub, silindr forma etibarilə bir-biri ilə ziddir. Yəni bu hədiyyə uşaqlara 6 ayından sonra verilməyə başlayır ki, yəni uşaq öz bədən quruluşu ilə maraqlanmağa başlayır. Bu zaman həmin oyuncaq uşağa böyük ləzzət verir. Yəni həmin o fiqurları üst-üstə yığır, yəni insan orqanizmini yaratmağa çalışır. Və bu da deyərəm ki, yəni testlərdə də düşəndə diqqətli olun. Bu da Friedrich Frebel'in ən ziddiyyətli nəzəriyyəsi hesab olunur. Yəni söhbət ikinci hədiyyələrdən gedir. Daha sonra gəlirik üçüncü hədiyyəyə. Üçüncü hədiyyə 8 hissəyə bölünmüş kubikdir ki, bu hədiyyənin əhəmiyyətindən danışarkən Frebel deyir ki, 3 yaşa qədər uşaqlar artıq əşya haqqında, onun xarici forması, quruluşu, bərkliyi, yumşaqlığı, rəngi, həcmi haqqında müəyyən biliklərə malik olur. Yəni burada əsas buna diqqət edin. Daha sonra dördüncü hədiyyədə isə 8 hissəyə bölünmüş kərpic. Üçüncüdə kubi idi. İndi də kərpicdir. Yəni bunları 3, 4, 5, 6-nı yadda saxlayan zamanı hər zaman belə deyək də ağlınızda tutun ki, birinci kub gəlir, sonra kərpic gəlir. 5-cidə də yenə kub gəlir, 6-cıda yenə kərpic gəlir. Yəni bu ardıcıllığı çalışın unutmayın. Demək, 4-cü hədiyyəsində isə 8 hissəyə bölünmüş kərpicdir ki, bu hədiyyələrin köməkliyi ilə uşaqlar uzun, en, hündürlük sözlərinin mahiyyətini dərk edir, sahə, məkan, həcm təsəvvürlərinə yiyələnirlər. Yəni düzbucaqlı, dördbucaqlı, bərabərlik sözlərinin mahiyyətini anlayırlar. Yadınızda qalsın. Uzun, hündür, en. Üçüncüdə nə idi? Üçüncüdə əlamət idi də. Onun xarici əlaməti ilə bağlı, onun yumşaqlığı ilə, bərkliyi ilə bağlı, rəngi ilə bağlı idi. Artıq dördüncüdə onun uzunluğu, hündürlüyü, eni ilə bağlı. Daha sonra gəlirik 5-ci hədiyyəyə. 5-ci hədiyyə isə 27 hissəyə bölünmüş kubikdir ki, 21-i bütövdür, 3-4-ü kiçikdir, 3-ü isə kəsikdir. Bu kubiklərin köməyi ilə uşaqlar 300-ə qədər fiqur düzəldə bilirlər. Birdən testlərdə düşər ki, uşaq 300-ə qədər fiquru hansı hədiyyəyə aiddir? Bu cümlə hansı hədiyyəyə aiddir? Bu cümlə 5-ci hədiyyəyə aiddir. Bir də bu həmin 27 hissəyə bölünmüş kubiklərin hissələrini də yadınızda saxlayın ki, neçəsi bütövdür, neçəsi kiçikdir, neçəsi kəsikdir. Yəni bunları da yadda saxlayın. Daha sonra gəlirik 6-cı hədiyyəyə. 6-cı hədiyyə 27 hissəyə bölünmüş kərpicdir ki, yəni bu zaman biz bunlardan istifadə eləyərək, yəni uşaq bağçasında tikinti materialı kimi istifadə olunur. Daha sonra o, yəni Friedrich Frebel yaş dövrlərini bölmüşdür ki, körpəlik dövrü 2-3 yaş əhatə eləyir, məktəbə qədər dövrü 3-7 yaş əhatə eləyir, erkən yaş dövrü 7-10-u əhatə eləyir, yeniyetməlik dövrü isə 11-15 yaş əhatə eləyir. İndi sual verərsiniz ki, axı bizdə uşağın inkişaf dövrü belə bölünmür. Bunu sadəcə Frebel bu formada bölübdür. Yəni pedaqoqlar ümumiyyətlə bu yaş mərhələsinə müxtəlif nöqteyi nəzərindən yanaşırlar. Hər bir pedaqoq özünə məxsus şəkildə onu belə deyək də hissələrə bölür. Məsələn, körpəlik dövründən başlayır, amma əslində biz nə deyirik? Bizdə məsələn çağalıq dövründən başlayır, sonra körpəlikdir. Yəni amma burada başqa cürdür. Biraz fərqli veribdir. Məsələn, biz məktəb yaşı dövrü deyirik, burada erkən inkişaf yaşı qeyd edibdir. Məsələn, biz erkən yaşa məktəb yaşı dövrü deyirik, amma o erkən yaş deyibdir. Yəni, o müxtəlif versiyada verilə bilər. Bu da artıq pedaqoqların özlərinin yanaşmalarıdır. Daha sonra burada da yenə də Frebelin fəaliyyətindən, ondan sonra onun belə deyək, şöhrətinin artmasından, eyni zamanda onun fəaliyyətinin daha da genişlənməsindən bəhs olunur. Yəni insan belə deyək də, adətən digər nəzəriyyələrimizdə də belə fikirlər var idi ki, məsələn deyirdi ki, Reggio Emilia qəsəbəsində yaransa da bu model, amma ona bənzər yerlərdə, ona bənzər belə deyək də formada da başqa yerlərdə də yaranmağa başladı. Bu da onun kimi bir şeydir. Yəni Frebel öz bağçasını açsa da, onu adlandırsa da, yenə də buna bənzər bağçalar açıldı.
Amma yəni kökü Freibilin açdığı bağça hesab olunur da, ən orijinalı o olur, amma ona bənzərləri açılmağa başladı. Necə ki, digər nəzəriyyələrimizdə biz Montessori-da demişdik, biz Reggio Emilia'da demişdik. Yəni kökü bir yerdə, amma ona bənzərləri müxtəlif ərazidə, müxtəlif ölkədə yəni açmağa başladılar. Bu da yəni bu belə deyək də, pedaqoqun fəaliyyətinin davam etdirilməsi deməkdir ki, onun fəaliyyətinin yaşadılması deməkdir. Belə müəllimlər, ümid edirəm ki, hər şey sizin üçün aydın oldu. Əgər hər hansı qaranlıq qalan məqam olsa, şərh bölməsinə yazıb soruşmağı unutmayın. Sağ olun, özünüzə yaxşı baxın.